Əziz bilgələr, bu dəfə sizə oxşarlıqlar layihəsində Mərkəzi Asiyanı ələ keçirilmiş, yaxud Mərkəzi Asiyada möhkəmlənmiş dövlətlərin siyahısını tərtib eləmişəm. Birinci Göytürk dövlətinin adını qeyd eləmişəm ki, elə Göytürk dövləti Mərkəzi Asiyanı deməli olar tamamilə öz tərkibində əhatə eləmişdi. İkinci Göytürk dövlətinin adını qeyd eləmişəm, o da eyni məsələ ilə oxşarlıq təşkil edir. Uyğur tayfaları ümumiyyətlə elə Mərkəzi Asiyada məskunlaşmış tayfalardılar. İkinci Göytürk dövlətinin süqutundan sonra yaranmışdı Mərkəzi Asiyada. Sonra Ərəb xilafətini qeyd eləmişəm, Əməvilər sülaləsinin dövründə Ərəb xilafəti Mərkəzi Asiyanı ələ keçirmişdir. Sonra Qaraxanlı dövlətini qeyd eləmişəm. Kitabda konkret bir cümlə yoxdur, amma xəritədə də baxanda görürsünüz ki, Mərkəzi Asiyanın böyük bir hissəsi Qaraxanlı dövlətinin tərkibindədir. Bu tərəfdə isə Səlcuq dövlətini qeyd eləmişəm, hansı ki, Dəndənəkan döyüşündən sonra Mərkəzi Asiyada möhkəmləndikləri qeyd edilir. Monqol dövlətini qeyd eləmişəm, Xarəzmşahlarla mübarizədən sonra 1219-21-ci il aralığında baş vermişdi bu hadisə. Ondan sonra Mərkəzi Asiyanı tamamilə ələ keçirmişlər. Bir də Teymurilər dövlətini qeyd eləmişəm ki, 14-cü əsrdə Əmir Teymurun uğurlu zəfərlərinin nəticəsində Mərkəzi Asiya ələ keçirilmişdir. Əgər sizin bu siyahıya əlavəniz varsa, rəylərdə mütləq qeyd edin.